İmişli deputatı ola bilmək üçün bura kimindir. Yaxşı bilir. Kardeş, bu gördüğünüz mal bazarı 102 metre uzunluğundadır, 15 metre enindədir. İşlətdirilib həmən 8 ay bundan qabaq. Hasıl müəllim, Razı Nurulayevin qardaşı. Yəni pulum haqqım verilmiş. Bu qaradı şəxsi qazı. Onun işçiləridir. Bu həftə parçası 8 ay bir eldir. Hasıl müəllim şəxsən mənim nömrəmi blok edir. Ona mən çox zəng elədim. Sonra da deyirəm belə deyirlər onun mənası yox. Getdin şikayət edin. Yəni demək ki, hakimiyyət bizim əlimizdədir də. Burada biz hörgü hörmüşük, beton tökmüşük. Ondan sonra çox iş görmüşük. İndi verməyiblər də, incənə kimi allaza gedirlər. Milli Məclisin deputatı Razi Nurullayev, onun qardaşı Hasil Nurullayev və yaxın ətrafının adının hallandığı maliyyə və torpaq qalmaqalı ölkə hüdudlarını aşaraq dövlət büdcəsinin talanması və strateji satın alma tenderlərinin qaranlıq mexanizmlərinə qədər uzanır. Ortaya çıxan yeni şok faktlar sübut edir ki, adı çəkilən şəxslərə məxsus şirkət şəbəkələrinin əsas fəaliyyət prinsipi dövlət büdcəsindən elan olunan satın alma müsabiqələrində müəmmalı şəkildə özlərini qalib elan etməkdir. Efir kürsülərindən, xalqın hüquqlarından, ədalətdən və şəffaflıqdan dəm vuranların pərdə arxası əməllər ifşa olunmaqda davam edir. Milli Məclisin deputatı Razi Nurullayev onun kölgəsində milyardlıq layihələrə əl uzadan qardaşı Hasil Nurullayev və deputat köməkçisi Vüqar Süleymanovun adının hallandığı maliyyə və torpaq qalmaqalı artıq sadə bir qanun pozuntusu deyil, dövlət büdcəsinin talanması və kütləvi xalq narazılığı yaratmaq cəhdinə çevrilib. Bu qruplaşmanın əsas fəaliyyət ssenarisi dövlət büdcəsindən elan olunan nəhəng satın alma tenderlərində manipulyasiyalar edərək öz şirkətlərini müəmmalı şəkildə qalib elan etməkdir. Büdcədən milyonlarla vəsait nağlaşdırılaraq çıxarılsa da, ortada nə bir nəticə var, nə də görülən bir iş. Məsələnin mənəvi rəzaləti və ekoloji terroru isə İmişlinin Nurlu kəndində pik həddə çatıb. Sakinlərin babadan qalan yeganə örüş torpaqları, tam 20 hektar kənd təsərrüfatlı təyinatlı sahə millət vəkilinin birbaşa krışalığı altında köməkçisi Vüqar Süleymanovun atası Yavər Süleymanovun adına gizli yollarla sənədləşdirilib deyə iddia olunur. Örüş sahəsini zorla ələ keçirib şəxsi mal bazarına çevirənlər ərazidə misli görünməmiş ekoloji qırğın törədiblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi aktı ilə təsdiq olunub ki, burada dövlət tərəfindən qorunan bir qismi qırmızı kitaba düşmüş tam 1036 ədəd yulğun ağacı və kolu vəhşicəsinə qırılaraq məhv edilib. Dövlət orqanlarının dur əmrinə və tətbiq edilən cərimələrə meydan